Hər kəs salamlayıram uşaqlar. Deməli bu gün sizlə baxacağıq. Deməli günəşin düşmə bucaqlarına aid məsələlərə. Bir 2 dənə 3 dənəsini izahını verirəm. Uşaqlara başa salmışam. Mən tələbələrimə çox asandır, yəni çətin bir şey yoxdur. Burada ilk öncə nəyə diqqət yetiririk? Düsturumuza. Düsturu yazırıq. Deməli 90 dərəcə çıxaq ev üstə gələk 23,5 dərəcə. Deməli 90 çıxaq ev üstə gəl 23,5. Bu şimalda olanda əgər şimal tropikində yerləşibsə, ölkə yəni şimaldadırsa, şimal enliyində 23,5-i üstə gəlir. Əgər yox, cənubdadırsa, ev çıxaq 23,5 bu düsturla tapılır. Bəli, yəni deməli düsturumuz oldu bu. İndi baxırıq məsələmizə. Deyir, günəş 15 dərəcə şimal enliyində günorta vaxtı zenitdə olduğu vaxt Bakı şəhərində günəşin şüalarının düşmə bucağının neçə dərəcə olduğunu tapırıq. Deməli, düsturumuzu buradadır, qeyd elədik. Deməli, yazırıq. Necə yazırıq? 90 dərəcə çıxaq. Bakı neçə dərəcədə yerləşir? 40 dərəcə şimal enliyi bilirik. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğudur. Və şimal enliyində olduğu üçün də nə edirik? 15 dərəcəni burada verib. Deməli, üstünə gəlirik 15 dərəcəni. Bəli. Və bərabərdir. Deməli, nə olur? Bunları toplayırıq. Alınır 65 dərəcə. Deməli, bu. Bu məsələmizin cavabı budur. Və baxırıq 116-ya. Deyir, 22 dekabrda günorta vaxtı 60 dərəcə şimal enliyində yerləşən şəhərə günəş şüaları hansı bucaq altında düşür? Deməli, buna baxırıq. 22 dekabr deyirsə, deməli, nə olacaq? 22 dekabrda. 22 dekabr deyirsə, deməli, məsələmizi deməli, baxırıq, necə həll edirik. Deməli, yenə 90 dərəcəni götürürük. 90 dərəcə çıxaq. Deməli, burada nə verilib? Aha, 60. 60 dərəcəni də yazırıq. 60 dərəcə. Və ay uşaqlar, baxırıq bura. 22 dekabrda günəş harda zenitdədir? Cənub tropikində. Cənub tropikində zenitdə olduğu üçün çıxırıq 23,5-i. Eləmi? 23,5-i çıxırıq. Və alınır nə? Cavab 6,15. Yəni, cavab alınır 6,15. Çünki cənub tropikində olduğu üçün biz çıxdıq. Şimalda onu da topladıq, cənubda onu da çıxdıq. Deməli, baxırıq 117-yə. 22 dekabrda deyir, günorta vaxtı şimal tropikində günəş şüaları hansı bucaq altında düşür? 22 dekabrda. Deməli, yenə 90 dərəcə çıxaq. 22 dekabr deyirsə, günəş hardadır? Cənub tropikində zenitdədir. 23,5. 23,5 dərəcə. Sonra və şimal tropikini soruşur. Yenə çıxırıq. Çünki bizdən çıxmağa yəni də soruşur ki, orada nə qədər olar? Şimal tropikində nə qədər olar? Deməli, 90-dan 23,5-i çıxırıq. Ondan da çıxırıq 23,5-i. Qalır cavab 43 dərəcə. Bəli. Deməli, bu məsələlərimizin izahı bu şəkildə aparılır. Deməli, düsturumuz oldu bu. 90 çıxıq ev. Şimalda onu da toplayırıq, cənubda onu da çıxırıq. Məntəqəmiz də verilibsə, dərəcə ilə deməli, toplayıb çıxıb 23,5 ilə yazırıq.